Salam. Heç düşünmüsünüzmü ki, məktəblər niyə məhz indiki kimidir? Yəni, o zəng səsi, bir-birini əvəzləyən qısa dərslər, yaşa görə bölünmüş siniflər, bunlar sanki təbiətin bir qanunu kimi, əzəldən belə imiş kimi görünür. Amma bugün sizin üçün hazırladığımız materiallar göstərir ki, müasir təhsil sisteminin DNT-si çox spesifik bir tarixi hadisəyə, konkret bir məqsədə xidmət etmək üçün yaradılıb. Bəli, və bugün biz sizinlə birlikdə məhz bu DNT-ni deşifrə edəcəyik. Sizin mənbələriniz bizi əvvəlcə 19-cu əsr Prusiyasına aparır ki, anlayaq, bugün bildiyimiz məktəb modelinin planı harada cızılıb. Sonra da baxacağıq ki, Azərbaycandakı kurikulum islahatları bu köhnə plandan nə qədər fərqlənir. Və nəhayət, süni intellekt dövründə hansı bacarıqların həyatı olduğunu və Təhsil 5.0 adlanan yeni modelin bizə nə vəd etdiyini müzakirə edəcəyik. Gəlin bu məsələni dərindən araşdıraq. Başlayaq o Prusiya modelindən. Adı biraz uzaq səslənir, amma deyəsən təsirləri bizə düşündüyümüzdən daha yaxındır. Həddindən artıq yaxındır. Baxın, bugün bildiyimiz məcburi dövlət təhsili, vahid tədris planı, dövlət nəzarəti, standart imtahanlar, bunlar heç də həmişə olmayıb. Əslində, proses daha əvvəl başlasa da, sistemin əsas sütunları məhz 19-cu əsr Prusiyasında bərkidilib. Yaxşı, bəs bu kəskin dəyişikliyə səbəb nə idi? Niyə birdən-birə bir millətin bütün uşaqlarını eyni sistemə salmaq qərarına gəldilər? Bu nəsə maarifçilik eşqindən irəli gəlirdi. Tam əksi. Katalizator Prusiyanın 1806-cı ildə Napoleona sarsıdıcı məğlubiyyəti oldu. Bu sadəcə hərbi itki deyildi. Bu milli kimliyə vurulan dərin bir zərbə idi. Prusiya elitası anladı ki, orduları intizamsızdır, əskərlər döyüş meydanından qaçır. Onlara dövlətə sarsılmaz sədaqətlə bağlı, əmirləri sorğulamadan yerinə yetirən, sona qədər vuruşan əskərlər lazım idi. Bu heyrətamızdır. Deməli, mənim məktəbdə partaların cərgi ilə düzülməsinin, zəngin 45 dəqiqədən bir çalmasının səbəbi Napoleonun ordusuna gedib çıxır. Bu konveyerin başqa hansı detalları var idi ki, biz bugün də onların izlərini görürük, amma heç fərqində deyilik. Çox gözəl sualdır. Həmin konveyerin bir neçə əsas mexanizmi var idi. Birincisi, dövlət nəzarəti. Məktəblər kilsənin təsirindən tamamilə çıxarıldı və dövlətin nəzarətinə keçdi. Dövlət büdcəsinə maliyyələşdi. Aha, yəni dünyəvi oldu. Tamamilə. İkincisi, standartlaşdırma. Bütün ölkə üçün vahid tədris planları, buraxılış imtahanları tətbiq edildi. Hətta müəllimlik peşəsi rəsmiləşdirildi və dövlət müəllimlərin ixtisaslı olmasına, yəni dövlətin ideologiyasını daşımasına nəzarət etməyə başladı. Və əlbəttə, o məşhur intizam mühiti, o zəng səsi ki, hamımızın yadındadır, bu, əslində fabrikin, fitinin birbaşa törəməsidir, elə deyilmi? Məqsəd, şagirdi fasiləsiz öyrənməyə yox, əmirlərə tabe olan bir işçiyə çevirmək idi. Tamamilə doğru. Və bu intizamı gücləndirən digər bir element, bəlkə də ən mübahisəlisi, fraqmentar bilik idi. Yəni, bir gün ərzində bir-biri ilə əlaqəsi olmayan bir neçə fərqli fənnin riyaziyyat, sonra tarix, sonra ədəbiyyat keçilməsi. İndiki mütəxəssislər deyir ki, bu yanaşma əslində beyni alt-üst edir. Bir şeyə normal köklənə bilməmiş, səni məcbur edirlər ki, o birinə keç. Nəticədə hər şeydən biraz bilirsən, amma heç nəyi dərindən bilmirsən və həvəsin ölür. Sizin mənbələrdə Prusiyanın sonuncu kralı Wilhelmin çox maraqlı bir statı var. Gəncləri Yunan və Romalı kimi deyil, məhz Alman kimi tərbiyə etmək vəzifədir. Bu, deyəsən, bütün modelin əsas məqsədini açıq şəkildə göstərir. Yəni, fərd yox, müəyyən bir milli kimliyə malik vətəndaş yetişdirmək. Müəllim şübhə altına alınmayan bilik mənbəyi idi, şagirddən isə sadəcə deyilənləri əzbərləyib təkrarlamaq tələb olunurdu. Məhz buna görə də bəzi tənqidçilər bu sistemi konformist istehsalı fabriki adlandırırlar. Sistem tənqidi düşünən şəxsiyyət deyil, dövlətə sadiq, bacarıqlı, icra edici işçi və əskər formalaşdırırdı. Və etiraf etmək lazımdır ki, öz dövrü üçün, yəni sənaye inqilabı dövrü üçün bu olduqca effektiv bir model idi. Dövrü üçün dizayn edilmişdi. Biz isə artıq süni intellekt dövründə yaşayırıq, bəs köhnə DNT yeni reallığa necə uyğunlaşır? Mənbələrinizdəki kurikulum islahatı məhz bu uyğunlaşma cəhdindən bəhs edir, elə deyilmi? Bəli, bu çox ciddi bir dəyişiklik cəhdidir. Latıncadan yol mənasını verən kurikulum sözü Azərbaycanda 90-cı illərin sonlarından istifadə olunur.
Bu, sadəcə dərslikləri dəyişmək deyil, təhsilə fəlsəfi baxışın özünü dəyişmək cəhdidir. Maraqlıdır. Amma bu söz biraz qarışıq səslənir. Hətta qanundakı tərifi də çox rəsmidir. Sadə dillə desək, kurikulum adi tədris planından nə ilə fərqlənir? Əlbəttə. Gəlin belə bir bənzətmə aparaq. Köhnə tədris proqramı bir reseptdəki ingrediyentlər siyahısı kimidir. Riyaziyyat, tarix, dil. Sadəcə nəyin keçiləcəyini deyir. Kurikulum isə bütün yeməyin hazırlanma prosesidir. O bizə sonda necə bir dad, yəni təlim nəticəsi əldə etmək istədiyimizi deyir. Hansı üsullardan istifadə etməli olduğumuzu göstərir? Bəli, və sonda yeməyin keyfiyyətini necə yoxlayacağımızı, yəni qiymətləndirməni müəyyən edir. Bu sadəcə nə öyrətmək deyil, necə və nə üçün öyrətmək sualına cavabdır. Bu çox aydın oldu. Bəs Prussiya modelindən fərqli olaraq bu yeni reseptin əsas prinsipləri nələrdir? Əsas prinsiplər nəticə yönümlülük, şagird yönümlülük və şəxsiyyət yönümlülükdür. Bu nə deməkdir? Artıq məqsad sadəcə müəllimin proqramı keçməsi deyil, sonda şagirdin hansı bilik və bacarıqlara yiyələnəcəyini təmin etməkdir. Təhsilin mərkəzində dövlətin abstrakt ehtiyacları deyil, konkret şagirdin inkişafı, onun maraqları və potensialı dayanır. Yəni, fokus dövlətə xidmət edən vintdən öz potensialını reallaşdıran fərdə doğru dəyişir. Dəqiq elədir. Və bu dəyişiklik təkcə Azərbaycanda baş vermir. Bu, qlobal bir tendensiyadır yəqin ki. Qətiyyən. Məsələn, UNESCO-nun 2015-ci il nəşri məhz qlobal vətəndaşlıq təhsilinə həsr olunub. Məqsəd artıq sadəcə savadlı vətəndaş deyil, məlumatlı, tənqidi savadlı, sosial əlaqəli, etik və fəal qlobal vətəndaşlar yetişdirməkdir. Gəlin bir anlıq müqayisə edək. Prussiya modelinin sadiq qalmanı idealı ilə bu fəal qlobal vətəndaş idealı arasında nə qədər böyük bir fəlsəfi fərq var. Biri tabe olmağı, digəri isə fəal iştirak etməyi və dəyişiklik yaratmağı təşviq edir. Bu təkamülü daha aydın təsəvvür etmək üçün gəlin Təhsil 5.0 məqaləsindəki bölgəyə baxaq. Məncə bu böyük mənzərəni anlamaq üçün çox faydalıdır. Əlbəttə, başlayaq Təhsil 1.0-dan. Bu, əzbərçiliyə əsaslanan müəllim mərkəzli modeldir. Müəllim danışır, şagird dinləyir və əzbərləyir. Yəni, bu əslində elə indicə danışdığımız Prussiya modelinin özüdür də? Tam olaraq. Sonra gəlir Təhsil 2.0. Burada artıq şagird mərkəzə çəkilməyə başlayır. Müəllim mütləq avtoritet rolundan çıxıb, bələdçi rolunu oynamağa başlayır. Montessori kimi yanaşmalar, layihə əsaslı təlim məhz bu dövrün məhsuludur. Və sonra internet partlayışı baş verir, bu yəqin ki Təhsil 3.0-dır. Yadımdadır, müəllimlər bizə Wikipediyadan mənbə kimi istifadə etməyə qadağan edirdilər, çünki bu onların bilik üzərindəki monopoliyasına birbaşa təhdid idi. Gözəl bir nümunədir. Təhsil 3.0 məhz biliyin demokratikləşməsi dövrüdür. Ardınca isə Təhsil 4.0 gəlir. İnformasiya o qədər çoxalıb ki, sadəcə məlumatı tapmaq kifayət deyil. Ömrü boyu təhsil, tənqidi təfəkkür, əməkdaşlıq kimi bacarıqlar ön plana çıxır. Məsələ bilmək deyil, bildiyini analiz edib istifadə etməkdir. Yaxşı, Təhsil 4.0 onsuz da çox əhatəli səslənir, tənqidi düşüncə, əməkdaşlıq. Bəs Təhsil 5.0 nədir? O bura daha nə əlavə edə bilər ki? Bu sadəcə daha çox texnologiya deməkdir. Xeyr, bu daha dərin bir məsələdir. Təhsil 4.0 rəqəmsal alətlərdən istifadə etməyi öyrədirdi. Təhsil 5.0 isə deyir ki, süni intellekt onsuz da məlumatı tapıb təqdim edəcək. Bizim vəzifəmiz isə bu texnologiya ilə əməkdaşlıq edərək bəşəriyyətin problemlərini həll etməkdir. Məsələ aləti işlətmək deyil, alətlə birlikdə yaratmaqdır. Bu konsepsiya Yaponiyanın Cəmiyyət 5.0 ideyasından qaynaqlanır. Harada ki, texnologiya təhlükə deyil, insan rifahına xidmət edən yardımcı vasitə kimi görülür. Bu, təhsil prosesini kökündən dəyişir deməli. Müəllimin rolu, məktəbin fiziki məkanı. Bəli, təhsil sərhədsiz olur, zaman və məkandan asıllıq azalır. Müəllimin rolu tamamilə transformasiya olur, o artıq yeganə bilik mənbəyi deyil. O, şagirdlərə internetdən, mütəxəssislərdən, hətta bir-birlərindən öyrənməyə yol göstərən bir bələdçidir, bir kuratordur. Məqalədə deyildiyi kimi, məlumatı tapmaq asandır, lakin ondan necə istifadə edəcəyini bilmək daha dəyərli bir bacarıqdır. Beləliklə, dünya dəyişir,
Bəs bu yeni dünyada uğur qazanmaq üçün şagirdlərə hansı konkret bacarıqlar lazımdır? Mənbələrdə bəzi bacarıqlar dəfələrlə təkrarlanır. Sanki bütün dünya eyni şeyin vacibliyini anlayıb. Bəli, bu mövzuda bir konsensus yaranıb. Ən çox vurğulanan 4C bacarıqlarıdır. Birincisi, creativity, yəni yaradıcılıq. Bu, sadəcə rəsm çəkmək deyil, bu, problemlərə qeyri-standart həllər tapmaq bacarığıdır. İkincisi, critical thinking, yəni tənqidi düşüncə. Bu, yəqin ki, indiki informasiya bolluğunda ən vacib bacarıqdır. Hansı məlumatın etibarlı olduğunu ayırd edə bilmək, müstəqil qərarlar vermək. Üçüncüsü, communication, yəni ünsiyyət. Bu da sadəcə gözəl danışmaq deyil. Bu, həm də başqalarını diqqətlə dinləyib anlamaq, empatiya qurmaqdır. Və dördüncüsü, collaboration, yəni əməkdaşlıq. Bir dəqiqə dayanın. Axı bizə həmişə məktəbdə deyirdilər ki, köçürmək olmaz, hər kəs özü yazmalıdır. Fərdi nəticə hər şeydən vacib idi. İndi isə deyirik ki, əməkdaşlıq ən vacib bacarıqlardandır. Bu köhnə sistemlə 180 dərəcəlik bir dönüş deyilmi? Çox vacib bir məqama toxundunuz. Bu, həqiqətən də ən böyük paradigma dəyişikliyidir. Prussiya modeli fərdi rəqabətə köklənmişdi, amma müasir dünya problemləri o qədər mürəkkəbdir ki, onları bir nəfər tək başına həll edə bilməz. Əməkdaşlıq artıq bir seçim deyil, zərurətdir. Məhz bu düşüncə tərzini formalaşdırmaq, müasir təhsilin ən böyük çətinliklərindən biridir. Mənbələrdəki P21 Framework sənədində bu siyahı daha da genişləndirilir. Orada həyat və karyera bacarıqları da var, məsələn, çeviklik, təşəbbüskarlıq və əlbəttə informasiya və texnologiya bacarıqları, yəni rəqəmsal savadlılıq. Və burada çox vacib bir məqam var. Bu bacarıqların formalaşdırılması təkcə müəllimin öhdəsində deyil. Bunu çox gözəl bir şəkildə üçbucaq adlandırırlar. Məktəb rəhbərliyi, müəllim və valideyn. Bu üç tərəf sinxron işləməsə, heç bir islahat uğurlu ola bilməz. Gəlin bu üçbucağın hər tərəfinə baxaq. Məktəb rəhbərliyinin rolu nədən ibarətdir? Sadəcə inzibati işləri görmək. Qətiyyən, rəhbərlik yenilikçi olmalı, müəllimlərə yeni metodları tətbiq etmək üçün azadlıq və dəstək verməlidir. Və əlbəttə, lazımi mühiti, məsələn, texnoloji təminatı yaratmalıdır. Əgər direktor köhnə qaydalara bağlı qalsa, ən istedadlı müəllim belə sistemin içində boğulacaq. Bəs müəllim? Onun rolundakı dəyişiklik nədən ibarətdir? Onun rolu ən radikal şəkildə dəyişir. Müəllim artıq sinifdəki sərt idarəçidən, bilik ötürən, danışan başdan, öyrənməyi öyrədən bir bələdçiyə, bir fasilitatora çevrilməlidir. Vəzifəsi hazır cavablar vermək deyil, düzgün suallar qoymaq, şagirdləri araşdırmağa, səhv etməkdən qorxmamağa təşviq etməkdir. Və üçbucağın sonuncu, bəlkə də ən çox unudulan tərəfi valideyn. Bəli, ancaq həyati əhəmiyyət daşıyır. Valideynin rolu sadəcə qiymətləri yoxlamaqla bitmir. Valideyn məktəblə sıx əməkdaşlıq etməli, övladının təhsil prosesində fəal iştirak etməlidir. Bu, övladında öyrənməyə qarşı maraq oyatmaq, onun sosial və emosional inkişafını izləməkdir. Bu üçbucaq olmadan sistem tam gücü ilə işləyə bilməz. Bugün təhsilin həqiqətən də təəccüblü hekayəsini izlədik. 19-cu əsrdə hərbi məğlubiyyətin yaratdığı intizamlı fabrik modelindən, bugün süni intellektin formalaşdırdığı sərhədsiz, çevik bir sistemə doğru uzun bir yol. Gördük ki, əzbərçiliyin yerini tənqidi düşüncə, tabeciliyin yerini isə əməkdaşlıq tutur. Tamamilə. Prussiya modeli aydın, lakin dar bir məqsədə xidmət edirdi. Təhsil 5.0 və qlobal vətəndaşlıq kimi müasir konsepsiyalar isə daha çox universal, qlobal bacarıqlara və dəyərlərə fokuslanır. Bu da bizi yekun bir düşüncəyə gətirir. Sizin üçün bir sual. Təhsil bu 21-ci əsr bacarıqları ətrafında qloballaşdıqca və standartlaşdıqca Prussiya modeli kimi köhnə sistemlərin məqsədyönlü şəkildə qorumağa çalışdığı unikal mədəni və milli dəyərlərin aqibəti necə olacaq? Qlobal vətəndaş olmaq eyni zamanda öz milli kimliyini qorumaqla ziddiyyət təşkil edirmi? Yoxsa onlar bir-birini tamamlaya bilər? Hər ikisini eyni anda qorumaq mümkündürmü? Bu barədə düşünməyə dəyər.